Aha, deməli uşaqlar, bugünkü dərsimizdə biz həndəsi optikaya giriş eləyəcəyik, həndəsi optikadan danışacağıq. Ümumiyyətlə, həndəsi optika fizikanın çox əsas 5 bölməsindən biridir və həndəsi optika işığın şəffaf mühitdə yayılması qanunları öyrənir. Yəni, bu dərslərimizdə biz ən çox işıqdan danışacağıq da, belə deyək. Deməli, işıq hadisələrindən bəhs edən bölməyə də elə biz optika bölməsi deyirik. Yenə deyirəm, fizikada əsas 5 bölmə var. Mexanika ən böyük bölmələrdən biri. Daha sonra ikinci bölməmiz molekulyar fizikadır, sonra elektromaqnetizm, yəni elektrik və maqnit hadisələri, daha sonra indi keçdiyimiz optika, bir də ən axırda atom və nüvədir. Onunla da onsuz da fizika yekunlaşır. Yəni 5 bölmə altında birləşdiriblər də 5 böyük bölmə altında. İndi burada bizim əsas anlayışlarımızdan biri inşallah işıq şüasıdır. İşıq şüası nədir? İşıq enerjisinin yayılma istiqaməti, yəni işığın enerjisinin verdiyi istiqamət bizim üçün işıq şüası hesab olunur. Və optikada əsas 3 qanunumuz var. İşığın düz xətt boyunca yayılma qanunu, daha sonra işığın qayıtma qanunu və işığın sınma qanunu. Ümumiyyətlə, işığın düz xətt boyunca yayılma qanunu deyəndə, yəni işıq düz xətt boyunca yayılır. Bir mühitdən başqa bir mühitə keçəndə, əgər təbii ki, mühitlər arasında fərq varsa, sınma baş verəcək. İndi amma bir mühit daxilindədirsə, əgər işıq düz xətt boyunca yayılacaq. Və işığın sınma qanunu isbat edən hadisələr var. Məsələn, bu hadisələrdən biri kölgədir. Ya da günəş tutulması, ya da ay tutulması bu hadisələrə nümunədir. Ümumiyyətlə, birinci qanunumuzda belə deyir ki, işıq bir cins şəffaf mühitdə düz xətt boyunca yayılır. Yəni, məsələn, tutalım ki, bizim əlimizdə bir dənə fənər var, düzdürmü? Bu fənər, tutalım ki, bu şəkildə bir fənər var. Bu fənərdən işıq çıxanda o bir mühit daxilində bu şəkildə yayılacaq. Yəni, heç bir tərəfə sıçramadan bu şəkildə yayılacaq. Əlbəttə ki, bir mühitdən başqa bir mühitə keçəndə fərqli cür yayılır, amma bir mühit daxilində düz xətt boyunca yayılır. İndi bu kölgəni bununla necə izah edə bilərik? Gəlin ona baxaq. İndi burada qeyd edək bir dənə. Deməli, birinci qanunumuz oldu işığın düz xətt boyunca yayılması. İndi buna misal olaraq biz dedik kölgəni göstərə bilərik. Uşaqlar, məsələn, burada biz bir dənə belə S yazaq. Bu S fərz edək ki, hər hansı bir işıq mənbəyidir. Ümumiyyətlə, işıq əvvəllər düşünülürdü ki, işıq insan gözündən çıxan bir şüadır və cisimlərin üzərinə toxunub işıqlanma yaradır. Amma sonradan bu fərziyyənin yanlış olduğu meydana çıxdı. Çünki, məsələn, elə desək, biz gecə vaxtı niyə bəs görmürük cisimləri? Əgər gözümüzdən çıxan şüa ilə biz görürüksə, amma sonradan Newtonun da söyləməsi ilə belə bir daha təkmilləşmiş fikir irəli sürüldü ki, işıq işıqlanan cisimlərin şüalandırdığı seldir. Yəni burada işıqlanan cisimlərdən biz işığı görə bilirik. Ona görə məsələn gecə vaxtı işıqlanan cisim olmadığı üçün biz cisimləri gecə vaxtı görə bilmirik. Amma fotolüminoforlar bilirsiniz ki var. Yəni gecə də işıqlanan cisimlər onları hər vaxtı, yəni o da işıq mənbəyi kimi hər vaxtı görə bilirik. Ümumiyyətlə işıq mənbələri uşaqlar 3 cür olur. İsti işıq mənbələri, məsələn lampadır, günəşdir, şam işığıdır və s. Soyuq işıq mənbələri, işıldayan balıqlar, böcəklər və s. bunlar soyuq işıq mənbələrinə aiddir. Bir də dediyimiz kimi o fotolüminoforlar işıq mənbəyi hesab olunur. İndi bu işıq mənbəyi tutalım ki, hər hansı bir S işıq mənbəyidir və uşaqlar fərz edək ki, bizim burada bir dənə belə bir cismimiz var. Düzdür? Burada bizim bir dənə belə bir cismimiz var və bu da bizim ekranımızdır. Yəni ekranda nə alınacağına baxacağıq. Uşaqlar, işıq indi buradan şüalanacaq. Yəni istəyirsinizsə bunu biz sarı rənglə ifadə edək. İşıq şüası buradan gəldi. Baxın, bu şəkildə düşdü cismin üzərinə. Düzdür? Bir dəqiqə. Aha, şəkli biraz təkmilləşdirdim uşaqlar. İndi işıq mənbəyini yönləndirək. Fərz edək ki, işıq cismin bir yuxarısından bu şəkildə şüa göndərir, düzdürmü? Bir də aşağı hissəsindən şüanı göndərir, düzdürmü? Amma bu ortadan göndərilən şüalar cismin digər tərəfinə keçə bilmir. Niyə? Çünki orada artıq cisim maneə olaraq qalmışdı. İndi bu arxada biz nə görürük? Arxada biz görəcəyik bu hissədə cismin kölgəsini. Yəni burada tam kölgə alınacaq. Deməli burada məsələmiz nədir uşaqlar? Cismin arxasında yaranan kölgə, yəni nədən yaranır? İşıq mənbəyindən gələn şüalar cismin arxasına keçə bilmirsə, həmin o cismin arxasında alınan fəza bizim üçün tam kölgəni əmələ gətirir. Yəni burada əsas məsələ odur ki, buradan da həqiqətən məlum olur ki, işıq düz xətt boyunca yayılır. Əyri yayılsaydı, yəni burada məsələ tamam başqa cür olardı. Bu olur bizim birinci qanunumuz. Aha, indi isə uşaqlar davam edək işığın ikinci qanunundan. İkinci qanun. Uşaqlar, ikinci qanun dediyimiz kimi işığın qayıtma qanunudur. İşığın qayıtma qanunu nədir uşaqlar? Burada əsas 2 qanun var, amma gəlin əvvəlcə biz məsələmizə baxaq. Baxın, biz fərz deməliyik ki, bizim bir dənə müstəvi səthimiz var. Baxın, bu müstəvi səthimizdir. Yəni istəyirsə adi ilə qara rənglə çəkək. Bizim bir dənə müstəvi səthimiz var.
Düzdür? Və bunun da məsələn adlandıraq. Burada M və N hərfləri ilə adlandıraq ki, bu bizim müstəvi səth olduğu bilinsin. Yəni baxın burasına belə qoyuram. Aha. İndi müstəvi səthin üzərinə uşaqlar fərz edək ki, buradan bir S işıq mənbəyindən şüa düşür. Düzdür? İşığın şüası düşür. Məsələn onu biz dairəliyək qırmızı ilə. İşığın şüası düşür uşaqlar. İşıq şüası baxın bu şəkildə düşdü mənbəyin üzərinə. İndi burada bir şey var ki, bu işıq şüası uşaqlar elə həmin cürdə qayıdacaq. Yəni heç bir bucaq əyriliyə məruz qalmır. Məsələn, belə də qayıda bilərdi, məsələn, belə də qayıda bilərdi. Bunların heç biri baş verməyəcək. Sadəcə hansı bucaq altında düşübsə elə də qayıdacaq. İndi burada bizim bir məsələmiz var uşaqlar. Bu bir məsələmiz nəyə biz diqqət eləməliyik burada? Burada biz səthə qaldırılmış bir perpendikulyar olur. Biz səthə qaldırılan perpendikulyara normal deyirik. Baxın, bu şəkildə qırıq-qırıqla qalxacağam. Baxın, səthə qaldırılan bu şəkildə perpendikulyar, səthdən yuxarı qalxan perpendikulyar biz səthin normalı deyirik. Bu normal uşaqlar. Niyə çəkirik bunu? Burada bərabər olan bucaqlar, baxın bu şüa ilə normal arasındakı bucaqdır. Fikir verin. Burada düşən şüamız, baxın bu bizim üçün düşən şüanı ifadə eləmişdir, düzdür? Düşən şüa ilə normal arasındakı qalan bucağa biz alfa deyəcəyik. Bu isə mənim qayıdan şüamdır. Qayıdan şüa ilə normal arasında qalan bucağa da beta deyəcəyik. Baxın, işığın ikinci qanununa görə bu alfa ilə beta bir-birinə bərabər olmalıdır. Yəni düşən şüa, başqa sözlə, qayıdan şüaya uşaqlar bərabər olmalıdır. Bu olur bizim qanunumuz. İndi burada biz əsas nəyə fikir veririk? Baxın, belə oxu da bu şəkildə qoyacağam ki, yəni siz biləsiniz ki, bax şüa buradan belə düşdü. Bu mənim düşən şüamdır. Bu da oxu da belə qoyuram ki, bu da qayıtdığı göstərir. İndi burada S nə oldu uşaqlar? S burada işıq mənbəyidir. Yaxşımı? Bəs burada məsələn bir O nöqtəsi yazaq burada. Baxın, bir O nöqtəsi yazaq. S o bizim düşən şüamızdır. Bu da S ştrix olsun. O S ştrix də qayıdan şüadır. Alfa düşmə bucağıdır. Beta isə qayıtma bucağı. Yaxşımı? N isə, baxın burada N yazacağım. Buna səthin normalı deyilir. Aydın oldu mu? Bu bizim verilənlərimizdir. İstəyirsiniz qısa yazaq. Aha, bax bu şəkildə uşaqlar qısa şəkildə yazdım. Yəni burada hərf-hərf nəyin nəyi ifadələdiyini görəcəksiniz. İndi burada bizim əsas iki qaydamız nə olacaq uşaqlar? Deməli, birinci qaydamızda, yəni birinci qaydamız olaraq biz onu dedik ki, birinci, düşən şüa, qayıdan şüa və düşmə nöqtəsindən səthə qaldırılan perpendikulyar bir müstəvidədir. Həmən müstəvi də bizim üçün nə olacaq uşaqlar? Emin müstəvisi olacaq. Bu olur bizim birinci qaydamız. İkinci qaydamız isə deyəcəyik uşaqlar, qayıtma bucağı düşmə bucağına bərabər olacaq hər zaman. Yəni burada uşaqlar əsas qaydamız odur ki, alfa düşmə bucağı, yəni əslində beta alfaya bərabər olur. Yəni qayıtma bucağı beta bərabər olur alfaya. Fərqi yoxdur bunun sadəcə. Yəni alfa olmalı ki, beta yaransın da, onda sonradan yaranan beta alfaya bərabər olur, düzdürmü? Hə, deməli qayıdan şüa hər zaman nəyə bərabər olur uşaqlar? Düşən şüaya, daha doğrusu qayıtma bucağı beta həmişə düşmə bucağı alfaya bərabər olur. Bu da bizim deməli nəyimiz olur? İkinci qanunumuz. Bunu da burada bu şəkildə öyrənirik. Sonra gəlir uşaqlar üçüncü qanun. Yəni bu asandır. Düşən şüa, qayıdan şüa. Bu bir mühit daxilində bu şəkildə olur da, düzdürmü uşaqlar? Amma əgər cisim bir mühitdən başqa bir mühitə keçirsə, orada artıq uşaqlar sınma hadisəsi baş verəcək. İndi gəlin onu da üçüncü qanun kimi yazaq. Üçüncü qanun. Üçüncü qanun sınma qanunudur. Gəlin bir dəqiqə yazaq. Aha, tutalım ki, uşaqlar bizim bir dənə yenə biyaxçı kimi MN səthimiz var. Yəni o fərqli bir şey deyil. Bizim biyaxçı kimi MN səthimiz olsun. Amma bu səfər uşaqlar bu MN səthinin yuxarısı havadır, fərz edək ki. Hava. Bura hava yazıram. Aşağısı isə sudur. Fərz edək ki, burada sudur. İndi buranı mavi ilə işarə edəcəm ki, su olduğunu bilək. Hə, baxın bu şəkildə uşaqlar. MN səthi var, yuxarı havada, aşağı suda. İndi uşaqlar, burada yenə biz hər şeydən əvvəl bir dənə işıq mənbəyini çəkirik. Bu olsun bizim S işıq mənbəyi və fərz edək ki, bu S işıq mənbəyindən yenə də şüa düşür MN səthinə. Düzdür uşaqlar? MN səthinə şüa düşür. İndi bu şüa yoluna necə davam edəcək ona baxacağıq. Uşaqlar, əvvəlcə gəlin səthə yenə perpendikulyar indirək. Səthə perpendikulyarı yenə indirək. Çünki bu perpendikulyar bizim üçün çox şey ifadə edəcək. Bu bizim səthimizin perpendikulyarı olsun. Bir dəqiqə. Perpendikulyarı özüm qırıq-qırıq xətlə ifadə edirəm ki, yəni bu əslində bizim özümüzün yazdığımız bir şeydir də. Burada belə bir xət yoxdur əslində.
Ona görə də qırıq-qırıqla ifadə edəcəm. Hə, bu oldu bizim normalımız, yəni səthə endirilən perpendikulyarımız. İndi uşaqlar burada bizim üçün SO yazaq buraya yenə. SO yenə nə olacaq uşaqlar? Düşən şüa olacaq. Düzdür? Baxın yenə istəyirsiniz yazaq burada ulduzla S yazaq. Bu yenə işıq mənbəyidir, bayaqçı kimi də. Bu işıq mənbəyidir. Və burada yenə SO nədir uşaqlar? Yenə SO düşən şüadır. Düzdür? İndi məsələn burada bizdən düşmə bucağını istəsə, yenə alfa bizim üçün düşmə bucağı olacaq. Düzdür? Yəni düşən şüa ilə eynən bayaqkı kimi normal arasında qalan bucaq. İndi sadəcə burada əsas məsələ nədir uşaqlar? Burada bir məsələmiz var ki, şüa öz yoluna olduğu kimi davam eləyə bilmir. Yəni gəlin qırıq-qırıqla çəkək ki, əslində bu şüa eyni səthdə olsaydı öz yoluna olduğu kimi davam eləyərdi. Düzdür? Məsələn tutalım ki, burada heç emin müstəvisi olmasaydı, yəni bu cisim olduğu kimi öz yoluna davam edəcəkdi. Düzdür? Amma şüa uşaqlar bu şəkildə öz yoluna davam edə bilmir. Şüanın yolu burada fərqli olur. Yəni onu istəyirsiniz qırmızıdan çəkək. Şüanın yolu baxın burada öz yolundan normala tərəf yaxınlaşır. Və yaxud da ola bilərdi ki, öz yolundan normaldan uzaqlaşardı. İki variant var. Amma öz normalı budur, öz yolu budur. Öz yolundan ya normala yaxınlaşır, ya da öz yolundan normaldan uzaqlaşır. İndi bu suya keçdiyinə görə, indi burada bir kəmiyyətimiz var, sındırma əmsalı deyilir. Suyun sındırma əmsalı havadan çox olduğuna görə o normala yaxınlaşacaq artıq cisim. Cismin şüası, yəni işığın şüası normala yaxınlaşacaq. Yəni burada sizin bu şəkildə baxmalısınız. Baxın, normala yaxınlaşmış bir şəkildə. Bax belə. Aydın oldu mu? Bax bizim artıq burada şüamız bax olur bu. Yəqin ki, tamam başa düşdüyü nə demək istədiyimə. Aha, indi burada da bu şüanı da biz qamma hərfi ilə işarə edirik. Buraya yazacağam mən qamma. Deməli, qamma olacaq bizim üçün nə? Düşən şüanın qayıtdığı, yəni daha qayıtdığı deməyək, bu artıq sınmadır. Sındığı şüa. İndi onda burada uşaqlar biz belə yazacağıq da, deməli o S sınma oldusa, burada bir S' yazaq yenə. Burada bir S' yazaq. Onda S' o nə olacaq uşaqlar? Daha doğrusu o S' yox. O S' baxırsınız da, bax belə. Buradan o S' şüa. Bu sınan şüa olacaq bizim üçün artıq. O S' bizim üçün sınan şüa olacaq. Sınan şüa. Deməli uşaqlar burada alfa artıq yenə olacaq düşmə bucağı. Düşmə bucağı. Bu alınan qamma isə, yəni sınan şüayı normal arasındakı bucaqda alınan qamma da bizim üçün olacaq sınma bucağı. Sınma bucağı. Bura kimi aydın oldu mu? Yəni qaranlıq qalan bir nüans varsa yenə də soruşun. MN də ki uşaqlar, burada MN nədir? Yenə müstəvi səthdir, amma bunun o birindən fərqi odur ki, iki mühiti ayıran müstəvi səthdir. Yəni bayaqçında mühit eyni idi, amma aşağıda hava, yuxarıda var. Burada amma eyni deyil. İki mühiti ayıran səthi eyni də ki, yenə uşaqlar normaldır da. Eyni də yenə səthin normalıdır. Yəni səthə qaldırılan perpendikulyar. Aha, bu şəkildə uşaqlar, baxın, bu belədir. İndi burada ay müəllim, bəs üçüncü qanunumuz nədir? Birinci qanunda bildiyim ki, alfa betaya bərabərdir. Bəs ikinci qanunda, yəni düşən şüa qayıdan şüaya bərabərdir. Bəs üçüncü qanunda bu necədir? Uşaqlar, üçüncü qanunda bizim bir məsələmiz var, biz o məsələni bilməliyik. Bayaq dedim, sındırma əmsalı anlayışı var. Uşaqlar, sındırma əmsalı bilirsiniz nədir? Hər mühitin özünün sındırma əmsalı var. Biz ona mütləq sındırma əmsalı deyirik və ona həm də optik sıxlıq deyilir. Yəni hər mühitin özünün optik sıxlığı var uşaqlar. Birinci o anlayışı öyrənək. Ondan sonra biz məsələmizə baxacağıq yenə. Baxın, yazıram optik sıxlıq. Uşaqlar, optik sıxlıq və ya yəni siz sındırma əmsalı yazaraq, bilirsiniz niyə? Çünki optik sıxlıqda deyirlər, amma ən çox işlənən adımın sındırma əmsalı adıdır da. Sındırma əmsalı. Yenə deyirəm uşaqlar, sındırma əmsalı hər bir mühit üçün özəldir. Yaxşımı? Mütləq sındırma əmsalı anlayışımız nədir? Uşaqlar, sındırma əmsalı N hərfi ilə işarə olunur və mühitin sürətinin vakuumdakı sürətdən nə qədər az olduğunu ifadə edir. Yəni burada S işıq sürətidir, yəni vakuumdakı sürət. Vakuumda bilirsiniz də işıq sürətidir. V isə hər hansı mühit, məsələn, havanın sürəti ya da məsələn suyun sürəti və s. Bu da onu ifadə edir. Yaxşımı? Bu V də onu ifadə edir. İndi bunu mən bir dənə belə kvadratın içinə alıram. Bu bizim üçün olur sındırma əmsalı anlayışımız. Bir dəqiqə.
daha səliqəli bir şəkildə kvadratın içinə alaq. Aha. Bu bizim üçün oldu uşaqlar sındırma əmsalı anlayışı. İndi burada ay müəllim biz bunu öyrəndik uşaqlar. Hər mühitin sındırma əmsalı var. Məsələn, bayaqkı məsələmizə qayıtsaq, burada havanın sındırma əmsalı var. Məsələn, tutalım ki, n. Bura onda yazacağım n hava. Baxın, bura n yazıram. N hava. Bu isə olsun n su. Yəni havanın sındırma əmsalı, suyun sındırma əmsalı. Uşaqlar, burada suyun sındırma əmsalı havanın sındırma əmsalından böyükdür. Ona görə əslində şua burada normala yaxınlaşıb. Deməli, onda belə bir qayda çıxır. Yəni sındırma əmsalı nisbəti ilə 3-cü qanunu gəlin deyək, sonra çıxan qaydadır deyəcəm. Burada əsas qanunumuz o olur ki, uşaqlar, yenə də birinci qanun bayaqkı kimidir. Düşən şua, sınan şua və normal bir müstəvidədir. Bu bayaqkı məsələ kimidir. Düşən şua, sınan şua və səthə qaldırılan normal yenə bir müstəvidədir. Həmən müstəvidə emin müstəvisidir. İndi ikinci şuamız nədir uşaqlar? Burada düşmə bucağı yox. Düşmə bucağının sinusu, yəni sinus alfa, sınma bucağının sinusu, yəni sinus qamma olan bir nisbət iki mühit üçün sabit kəmiyyət olub, ikinci mühitin birinci mühiti olan sındırma əmsalına bərabərdir. Yəni burada uşaqlar alfa nə oldu? Düşmə bucağı. Onda düşmə bucağının sinusu sinus alfadır. Bəs qamma nə oldu? Sınma bucağı. Bu sinus alfa bölü sinus qamma bərabər olacaq suyun sındırma əmsalı bölü havanın sındırma əmsalına. Məsələn, bu sənin üçün birinci mühitdir, bu sənin üçün ikinci mühitdir. Daha düzdür? Onda alfa bölü qamma, yəni 1 bölü 2 bucaqlar bərabərdir n2 bölü n1-ə. Yəni qaydamız bu şəkildə olacaq. Baxın, sinus alfa, yəni düşmə bucağının sinusu bölək sinus qamma, yəni sınma bucağının sinusu bərabərdir uşaqlar. Bərabərdir ikinci mühitin sındırma əmsalı bölək birinci mühitin sındırma əmsalı. Bunu da bir n deyirlər. Yəni nisbi sındırma əmsalı da ikinci mühitin sındırma əmsalının birinci mühitin sındırma əmsalının nisbətidir onsuz da. Burada da yazaq. Bu mütləq sındırma əmsalıdır uşaqlar. Bu mütləqdir. Mütləq sındırma əmsalı. Nisbi sındırma əmsalı da əlbəttə ki, x-in fərqidir, yəni nisbətidir da, nisbət şəklində baxacaqsınız. Deməli, n nisbi sındırma əmsalı bərabərdir n2 bölü n1-ə. Bu da olur nisbi sındırma əmsalı. Burada qeyd edək, kvadrata alaq. Yəni, sındırma əmsalı yenidirəm. Optik sıxlıq məsələsidir. Optik sıxlıq məsələsi şəklində baxacaqsınız sındırma əmsalına. Yəni, hər mühitin özünidir da. Bu da olacaq nisbi sındırma, yəni birinci, ikinci nədir? Ona görə əmsalı. Nisbi sındırma əmsalı. Amma yenə sındırma əmsalı anlayışının mahiyyəti ondan ibarətdir ki, mühitin sürəti vakuumdakı sürətdən nə qədər azdır. Onsuz da işıq sürəti ən çox sürətlidir da. Ondan nə qədər azdırsa o mühitin sürətini göstərir. Bu belə. İndi daha sonra biz burada nə deyə bilərik? Uşaqlar, sən buradan görürsən ki, sındırma əmsalı anlayışı sürətlə tərsdir, düzdür? Onda bura bir dənə məsələn belə də əlavə eləyə bilərik də. Belə yazaram ki, nə yazdıq biz? Sinus alfa bölək sinus qamma bərabərdir n2 bölü n1-ə, düzdür? O da bərabər uşaqlar v1 bölü v2 yaza bilərsiniz. Çünki sındırma əmsalı anlayışı ilə sürət tərs asılır axı. Bax, ona görə bu cür də düşə bilər. Ona görə bunu da yadınızda saxlayın ki, yəni sürətlə istəsə, bax bu şəkildə mütənasiblik də qura bilərsiniz. Amma əsas qanunumuz uşaqlar, baxın budur, ha, unutmayın. Əsas qanunumuz budur. İstəyirsinizsə əsas bunu kvadrata alaq. Yəni biz əsas qanunumuzda onda nə deyəcəyik? Əsas qanunumuzda deyəcəyik ki, deməli, əsas qanunumuzda deyəcək uşaqlar, düşmə bucağının sinusunun, sınma bucağının sinusunun olan nisbəti ikinci mühitin sındırma əmsalının birinci mühitin sındırma əmsalının nisbətinə bərabərdir. Və indi gəlin uşaqlar yazaq ki, cisim nə vaxt deməli normaldan uzaqlaşar, nə vaxt normala yaxınlaşar. Aha, gəlin uşaqlar bu şəkildə diqqətlə baxaq. Baxın, burada birinci şəkildə nə görürsünüz? Əgər diqqətlə baxın, cisim burada fikir verirsinizsə, şua bu şəkildə gəlib, əslində yoluna belə davam eləməli idi, düzdür? Amma o neyniyib? O normala yaxınlaşıb. Bunun səbəbi nədir? Deməli, əgər ikinci mühitin sındırma əmsalı birinci mühitin sındırma əmsalından böyükdürsə, şuanı normala sıxışdırır. Şuanı normala yaxınlaşdırır. Digər şəkildə baxın, ikinci şəkildə şua bu şəkildə gəlməlidir. Amma öz yolundan normal
normaldan uzaqlaşıb, normala yaxınlaşmayıb, uzaqlaşıb. Onda deməli ikinci mühit birincidən balacadır ki, o mühitə keçəndə daha rahat normaldan uzaqlaşa bilir də, şüa qayıtdıqca, düzdür? Onda qaydamız belə olur ki, 1. Əgər cisim optik sıxlığı böyük olan mühitə keçərsə, yəni optik sıxlığı kiçikdən optik sıxlığı böyük olan mühitə keçərsə, onda normala yaxınlaşır. 2. Əgər cisim optik sıxlığı kiçik olan mühitə keçərsə, yəni böyük mühitdən N1-in böyükdür, ikinci kiçikdir, kiçik olan mühitə keçirsə, onda normaldan uzaqlaşacaq. Vəssalam, bu da olur bizim qaydamız. Aha, indi uşaqlar bir də müstəvi güzgü anlayışımız var. Gəlin ondan danışaq. Uşaqlar, müstəvi güzgü nədir? Yəni güzgüdə xəyal necə alınacaq? Biz onu tapmağa çalışırıq müstəvi güzgü anlayışında. İndi gəlin bir dənə cismin müstəvi güzgüdə görüntüsünü almağa çalışaq. Baxın, tutalım ki, bu mənim güzgümdür, düzdür? Bu mənim olsun güzgüm və biz bu güzgüdə cismi yuxarıda çəkək. Aha, uşaqlar, indi güzgünü çəkdik. Gəlin bu güzgünün yuxarısına bir dənə cisim qoyaq və görək ki, bu cismin xəyalı güzgünün digər tərəfini necə alınacaq? Məsələn, tutalım ki, bu bizim bir dənə cismimizdir, düzdür? Mən elə bu cismin güzgünün digər tərəfini necə görünəcəyini bilmək istəyirəm. Uşaqlar, məntiq cəhətdən əslində güzgünün digər tərəfinə belə görünəcəyini bildik də, çünki güzgü bilirik axı simmetrik göstərir. Ümumiyyətlə müstəvi güzgü üzərinə düşən işıq şüaların səpməyib yalnız bir istiqamətdə qaytarır güzgü və ümumiyyətlə güzgü anlayışı belədir də, güzgü üzərinə düşən işıq şüalarını səpməyib, yalnız bir istiqamətdə qaytaran səthdir. Güzgüdə də yadında saxlayın, cism həmişə xəyali məfhumu olur, cismin xəyalı həmişə məfhumu olur, özü boyda olunur və güzgüyə nəzərən hər zaman simmetrik alınır. Bu onsuz da güzgü hamısının evində var, bilirik də. Və güzgüdə alınan xəyal da ona görə məfhumlu olur ki, uşaqlar, burada bir şey var ki, güzgüdən əks olunan şüaların özləri yox, onların uzantıları kəsişir. Uzantı kəsişəndə məfhumi xəyal alınır. İndi bunu linzalar dərsində daha yaxşı biləcəyik. İndi bu mənim cismimdir, məsələn, fərz edək ki, düzdür. Gəlin bu cisim üzərində şüaları çəkməyə çalışaq. Baxın, birinci şüanı mən sarı rənglə çəkəcəm və şüanı necə çəkmək lazımdır, o da sizə öyrədəcəm. Bu cismin baş tərəfindən 2 dənə şüa göndərirəm. Hərəsi güzgünün bir tərəfinə. Baxın, buradan bir şüanı göndərdim güzgünün bu baş tərəfinə, düzdür? Və bu güzgünün qaydan şüasını götürdüm. Mənə qaydan şüalar lazımdır, uşaqlar. Qaydan şüanı uzadın. Qaydan şüanın uzantısı bax bu şəkildə olacaq, düzdür? Bu mənim qaydan şüamın uzantısı. Aha, indi həmən hissədən güzgünün digər tərəfinə şüa göndərirəm uşaqlar. Yəni bir nöqtədən güzgünün hər iki tərəfinə şüa göndərməliyik də. Əsas məsələmiz bundandır. Cismin bir nöqtəsindən güzgünün hər iki tərəfinə şüa göndərməliyəm. Bu göndərdiyim şüanı da qaytarıram uşaqlar. Güzgüdən qaydıraq, qaytardım. Yenə də qaydandan sonra uzantısını çəkirəm aşağı. Uşaqlar, bu uzantıların kəsişdiyi nöqtə saxlayıram. Baxın, bu nöqtə mənim üçün bu nöqtəni ifadə edəcək. Yəni, bura tutam ki, A nöqtəsidirsə, burada mənim üçün artıq A nöqtəsidir. İndi gəlin digər tərəfi qırmızı rənglə ifadə edək. İndi yenə bu cismin digər tərəfindən, məsələn, bu nöqtəyə də mən deyirəm B nöqtəsi. B nöqtəsindən yenə nə edəcəm uşaqlar? Cismin güzgünün, yəni bu hissəsinə bir şüa göndərirəm. Və bu şüanın yenə qayıtmasından danışacağım. Ümumiyyətlə, yadında saxlayın ki, həmişə şüa hansı bucaq altına düşürsə, həmin bucaq altında qayıtmalıdır uşaqlar. Yəni, heç bir əyilməyə məruz qalmadan. Bir dəqiqə, təbii ki, A4-dür deyə qayıtmağı biz çox yaxşı çəkə bilmirik. Yəni, hansı bucaq altına qayıdır, o tam deyə bilmirik də. Yox, belə də qayıtmır uşaqlar. Baxın, təxmini bu şəkildə bir şey qayıdır. Yəni, bu eyni bucaq altına qayıdır, necə düşübsə. İndi bu qayıdan şüanın yenə uzantısını mən götürürəm. Uzantı alındı belə. Düzdürmü uşaqlar? İndi indi yenə də neynirik? Digər tərəfdən də şüanı göndəririk. Yenə də baxın, güzgünün digər tərəfinə də yenə həmin şüadan birini göndəririk. Bir dəqiqə, güzgünün tərəfinə. Bu biraz geri olub, güzgüyə. Bu şəkildə. Şüanı göndərdim və şüa hansı bucaq altına düşübsə, həmin bucaq altında qayıtmalıdır. Düzdür? Yenə qaydan şüa göndərdim. Yenə də uşaqlar, mən nə edəcəm? Qaydan şüanın uzantısını götürəcəm. İndi burada A4 vərəqədir uşaqlar. Biraz yəni düzgün alınmadı əslində. Biz bu biri şüanı düz göndərmədik. Gəlin biraz o şüanı daha da təkmilləşdirək. Baxın, bu şüanı biz düz göndərmədik. Yəni cismin hər nöqtəsindən şüa göndərməliyik. Baxın, elə bil ki, bu şəkildə düşür də bizim şüamız. Düzdür? Belə. Düşən şüa da elə həmən bucaq altında qayıtmalıdır da. Heç bir əyri. Həmən bucaq altında qaytarmadıq məsələn biz. Biz bunu həmən bucaq altında qaytarmalıyıq. Bax, belə bir şey. Və buradan uzantısını çəkək artıq. Bir dəqiqə. Yox, hələ də həmən bucaq altına qaytarmamışıq. Yəni, burada bir riyazi hesablamağı düzgün. Yəni, damadama dəftər olsaydı daha rahat olardı bizim üçün. Damadama lövhə olsaydı da.
Bu şəkildə qayıdır mənə elə gəlir. Və bunun da uzantısını gəlin, çəkək. Baxın, uzantısı harca belə bir şey olacaq bunun. Yəni düz xətti davam eləməlisiniz də. Bir dəqiqə düz xətti davam eləmirik biz. Bax, belə düz xətti olduğu kimi davam eləməlisən. Hardasa belə bir şey olur. Hə, daha yaxın çəkdik. İndi bunu da yenə bu başından da çəkirik şu anı və onun da qayıtması bu şəkildə olur, düzdürmü? Aha. İndi bunun da yenə uzantısını çəkirik. Uzantı lazım mənə uşaqlar. İkinci uzantı hər zaman. Aha, yox, bax yenə düz çəkmədik. Biraz əyriliyə yol vermədən çəkmək lazımdır. Düppədüz elə bir ki, xətti davam elətdirirsən. Bax belə bir şey. Bu da olur bizim üçün B nöqtəsi uşaqlar. O A nöqtəsi idi, bu da B nöqtəsi idi. Onda cismin burada deməli görüntüsü bax təxmini baxın bu şəkildə bir şey alınacaq. Bəli. Yəni ona biraz fərqlidir. Sadəcə mən sizə burada nəyə başlamaq istəyirəm? Şu anı necə tapırıq? Cismin baxın, başlanğıc nöqtəsindən güzgünün hər iki tərəfinə şüa göndərsən. Göndərdiyin şüalar yox, qayıdan şüaların uzantısını kəsişdirirsən. Yenə cismin digər tərəfindən güzgünün üzərinə şüa göndərsən. Göndərdiyin şüalar yox, onların qayıtdığı nöqtələri kəsişdirirsən və o iki kəsişmədə güzgünün xəyalı alınır. Əlbəttə, yenə deyirəm, biz güzgüyə baxan kimi biz onsuz da bilirik, onun xəyalı necə alınacaq. Amma yenə də bəzən güzgüyə əyri zad qoyurlar, onda adam çaşır. Bax bu şəkildə. Yəni biz burada yenə tam düz çəkməliyik. Əslində cisim baxın bu şəkildə alınmalı idi. Sadəcə belə damadama dəftər olsaydı, bundan sonra damadama yəni tapacam lövhə. O lövhədən istifadə edəcəm ki, daha düzgün istiqamətlər ala bilək, daha düzgün görüntü ala bilək. Aha, bu belə. Müstəviq güzgü anlayışımız belə. Bir də uşaqlar işığın qayıtma qanunu var. Qayıtma qanunu keçdi daha doğrusu. İşığın tam qayıtma qanunu var. Yəni tam qayıtmanın limit bucağı anlayışı var. Gəlin ona bir dənə baxaq. Uşaqlar, tam qayıtmanın limit bucağı necə bir anlayışdır? Gəlin birinci bunu öyrənək. Baxın, biz nə dedik? Biz dedik ki, əgər cisim optik sıxlığı çox olan mühitdən optik sıxlığı az olan mühitə keçərsə, ikincinə baxın. Əgər cisim optik sıxlığı çox olan mühitdən az mühitə keçərsə, şüa yolundan uzaqlaşır. Normaldan uzaqlaşır. Uşaqlar, mühitin sıxlığını biraz da azaltsaq nə olar? Şüa biraz da uzaqlaşacaq. Biraz da azaltsaq nə olacaq? Biraz uzaqlaşacaq və nəticədə şüa belə düppədüz olacaq. Və ondan sonra suya qalxacaq artıq yuxarı. Artıq qayıtmalar baş verəcək. Yəni burada sən optik sıxlığı dəyişmirsən. Sadəcə düşmə bucağını artırsan, tutalım ki, bax şüa belə düşüb. Düşmə bucağını bax bu şəkildə artırsam, daha çox qayıdacaq. Biraz da artırsam, daha çox qayıdacaq və belə qayıdacaq. Baxın. Gördünüzmü? Yəni biz burada düşmə bucağını artırdıqca, sınma bucağı da artdığına görə orada artma baş verir və nəticə etibarilə bucaq elə bir yerdə sınır ki, o artıq su mühitinə keçmir. Məsələn, su deməyək də, yəni ikinci mühitə keçmir. Çünki suyun sındırma əmsalı çoxdur. Biz sındırma əmsalı kiçik olan mühitdən söhbət gedir. Sındırma əmsalı kiçik olan mühitə keçmir. Yəni qayıdır. Ondan sonra şüalar hər zaman qayıdacaq. İndi gəlin biz bir dənə o məsələmizi nəzərdən keçirək. Bir dəqiqə. Aha. Gəlin biz o məsələmizi nəzərdən keçirək. Görüm ona aid bir şəkil tapsam, indi onu da qoyacağam. Hə, indi uşaqlar baxın, bu şəklə diqqətlə baxın. Bizim birinci mühitimiz var, ikinci mühitimiz var. Və yazmışam burada qeyd kimi, birinci mühit ikinci mühitdən böyükdür. Yəni əgər biz demişdik ki, sındırma əmsalı kiçik olan mühitə keçirsənsə, onda bucaq nə olmalı idi? Öz yolundan normala yaxınlaşmalıdır. Baxın, birinci qırmızı şüamız gəlir və bucaq belə getməli idi, amma öz yolundan normala yaxınlaşıb. Sonra nə edib uşaqlar? Düşmə bucağını biraz artırıb. Düşmə bucağını biraz artırıbsa, bucaq lap normaldan uzaqlaşacaq. Fikir ver, burada biraz belədir, amma burada lap da uzaqlaşıb normaldan. Yəni mühitə uyğun gəlir də. Və nəhayət bucaq elə bir nöqtədə olub ki, uşaqlar, burada artıq şüa buradan sına bilmir. Bax, belə düz gedib. Ona görə də burada qayıtma hadisəsi baş verib. Yəni baxın, şüa sınır, bura yaxınlaşır. Şüanı biraz artıranda biraz da sınır, bura yaxınlaşır. Axırı bu səthdə dayanır da. Ondan sonra artıq qayıdır. Yəni şüa ikinci mühitə keçmir. O şüanın ikinci mühitə keçməyib, sırf birinci mühitə qayıtdığı bucaq bizim üçün tam qayıtmanın limit bucağı artırır. Yəni adlanır. Yəni sən burada düşmə bucağını artırdıqca sınma bucağı da artır axı. Birincidə müəyyən qiyməti var. İkincidə düşmə artırmısan deyə sınma bura yaxınlaşıb. Üçüncüdə yaxınlaşıb, dörddə yaxınlaşıb və nəhayət bax bu şəkildə bura toxunur, mühitə toxunur və ondan sonra olduğu kimi qayıdır. Düşmə bucağının ondan sonraki bütün qiymətlərində də onsuz da bucaq artıq qayıdacaq. Yəni onda siz düşmə bucağını artdıqca sınma bucağının artdığını bilirik. Düşmə bucağı artdıqca sınma bucağı artır və düşmə bucağının elə bir qiyməti yaranır ki, sınma bucağı 90 dərəcə olur. Baxın buradakı kimi. Sınma bucağı 90 dərəcə olur və 90
90 dərəcəyə sınma bucağına uyğun gələn həmin o alfa var ha. Alfa 0 düşmə bucağı bizim üçün tam qayıtmanın limit bucağı adlanır. Yaxşımı? Tam qayıtmanın limit bucağı adlanır. Və uşaqlar bu bucaq nə olacaq? Yəni sınma bucağını 90 dərəcə edə bilən o düşmə bucağı bizim üçün tam qayıtmanın limit bucağı hesab olunur. Baxın, burada ifadəsində yazmışam. Sinus alfa 0 düşmə bucağı bölək sınma bucağının yerinə nə yazıram uşaqlar? Sinus 90 dərəcə yazıram. Düzdür? Sinus 90 dərəcə bərabərdir 1 bölək n-ə. Bax, bu şəkildə buradan da alfa 0'ı tapanda 1 böl n alınır elə. Çünki sinus 90 dərəcə 1 olduğuna görə elə onun yerinə 1 düşür da. Bəli, sinus alfa 0 bərabərdir 1 böl n. Bu olur bizim üçün sınma bucağı. Yaxşımı? Sınma, yəni daha doğrusu düşmə bucağının limit bucağı da belə deyək. Düşmə bucağının onsuz qiymətləri var ya uşaqlar. Amma elə bir qiyməti var ki, sınma bucağını 90 dərəcə eləyir. Həmin o bucaq bizim üçün deməli limit bucağı adlanacaq. Hər zaman bu şəkildə olacaq. İndi tam daxili qayıtmanın baş verməsi üçün uşaqlar əsas 2 şərt var. Birinci şərt ondan ibarətdir ki, hətta burada belə yazaq, birinci şərt. Birinci şərt ondan ibarətdir uşaqlar. İşıq şüası sındırma əmsalı n olan bir mühitə keçəndə n bərabərdir. Baxın, n nəyə bərabər idi? N bərabərdir s böl v-yə. Düzdür? O da bərabərdir uşaqlar. Buradan s böl v-nin yerinə bilirsiniz nə yazacağam? Məsafə bölək zaman. D böl T. O da bərabərdir. Zaman yuxarı çıxanda ST bölək D ifadəsi alınır. Baxın, bu ST bölək D-dir. Burada T nədir? Mühitin qalınlığıdır. D, yəni mühitin qalınlığıdır. T də bu qalınlıqdan keçmə müddətidir ki, mühit bu qalınlıqdan nə vaxt keçir. Deməli, sındırma əmsalını belə tapırıq. İkinci şərtimiz ondan ibarətdir uşaqlar. İkinci şərt ondan ibarətdir ki, burada lambda 1 və lambda 2 var uşaqlar. Yəni birinci və ikinci mühitin dalğa uzunluqları. Dalğa uzunluqları bilirsiniz də rəqslərdən. Dalğa uzunluqları. Və burada sındırma əmsalı dalğa uzunluğu ilə tərs asılı olduğuna görə n1 bölək n2 bərabərdir lambda 2 bölək lambda 1 şərti ödənilir uşaqlar. Yəni bax, bu şəkildə bunu da yadınızda saxlayın. Və burada sındırma əmsalının da bizdən ifadəsini soruşub eləsə birdən sındırma əmsalı bu arada lambda 0 bölək lambdaya bərabər olur. Bax, bunları da yadınızda saxlayın. Bunlar əsas bizim 2 şərtimizdir. İndi istəyirsiniz bunları da hətta biz qırmızıdan işarələyək. Aha, bu şəkildə uşaqlar bunları da yadınızda saxlayın mütləq. Yəni bu vacib hallardan biridir. Bir də uşaqlar burada 300'lü bir prizmada şüanın yolu var. Ümumiyyətlə siz yadınızda saxlayın ki, 300'lü prizmada şüa gedərkən hər zaman oturacağa tərəf meyl edir. Oturacağa tərəf sınır. Hə, bir də uşaqlar burada baxın, şüamız daxil olub və necə sınıb? Oturacağa tərəf sınıb. Yəni əslində belə getməlidir, amma oturacağa tərəf sınıb. Sonra çıxanda bir daha oturacağa tərəf sınıb. Yəni 2 dəfə o oturacağa tərəf sınır və o bizim üçün nə adlanır uşaqlar? O bizim üçün 300'lü şüşə prizmada şüanın yolu adlanır. Bir də aha, gördüyümüz kimi yəni uşaqlar baxın, şüa düşür, oturacağa tərəf sınır. Prizma ikinci tərəfdən keçəndə bir dəfə də oturacağa tərəf sınır. Yəni sən burada artıq uşaqlar burada olan şüanı, buradan çıxan şüanı bizim gözümüz baxın burada görür. Çünki nəticə etibarilə bu sınasına gəlib bizim gözümüzün gördüyü şüa budur uşaqlar. Amma əslində işıq şüası budur ha. Sadəcə bizim sınasına gəlib bizə çatan gördüyümüz şüa budur deyə biz işıq mənbəyinin uzantı olan burada görürük. Amma əslində işıq mənbəyi buradadır. Yəni şüşə prizmanın fərqi ondan ibarətdir uşaqlar. Bunu da yadınızda saxlayın. Bu da yəni ümumiyyətlə yadınızda saxlayın ki, 300'lü şüşə prizmada şüa oturacağa tərəf sınır həmişə. Həmişə oturacağa tərəf sınır, onu yadınızda saxlayın. Belə və uşaqlar, bu dərsimiz bundan ibarətdir. Bunu hələlik bilək, sonra gələn dərsimizdə linzalardır, onunla da optika bölməsi bitir. İndi testlərə baxanda biraz ola bilər sizə bu məsələlər, bu mövzular çətin gələr, amma testlərə baxandan sonra görəcəksiniz ki, çox sadə mövzulardır, çox sadə bölmələrdir.